Herkese salam. Bugün bizim SQL'den 5-ci dərsimizdir. Bu dərsimizdə biz SQL-də select istifadəsi, select-də where və order by yazılışı, and və or məntiqini öyrənəcəyik. Gəlin baxaq. Biz əgər cədvəldə ümumi məlumatlara baxmaq istəyirdiksə, select ulduz from cədvəlin adını yazırdıq və nəticəmizi işə salsaq, bütün məlumatlarımızı görürdük. Yəni select ulduz yazırıqsa, cədvəldə həmin baxdığımız cədvəldə hansı məlumatlar varsa, biz bütün məlumatları çağırmış oluruq. Amma bizə hər dəfə ehtiyac yoxdur ki, cədvəli ümumi çağıraq, baxaq ki, biz hansı məlumatlarla işləyəcəyik. Yəni burada cədvəl kiçikdir, daha tez çağıra bilirik, amma böyük həcmli cədvəllərdə ulduzdan istifadə məsləhət görülmür və məsləhət görülür ki, hansı datalar lazımdırsa, hansı sütunla işləyiriksə əsasən o sütunları adını yazaraq çağırsaq daha məqsədə uyğundur. Həm vaxta qənaət baxımından, həm də sistemin yüklənməsinin qarşısını almaq baxımından. Məsəl üçün, mən istəyirəm ki, mənə lazım olan first name sütunudur. Job ID-dir və salary. Bu sütunların adını yazıram. First name, job ID və salary from HR.employees. Cədvəlimə yenə müraciət edirəm. Bu kodumu işə salsam, mənə first name-i, job ID-ni, salaryni gətirəcək. Ümumi cədvəlimə baxanda, yəni bizə hansı sütun lazımdırsa, o sütunların adını qeyd edərək də select istifadə edə bilərik. Hər dəfə ehtiyac yoxdur ki, ulduzla onu çağıraq. Və məsəl üçün cədvəlimizdə müxtəlif formadadır da, məlumatlar müxtəlif ardıcıllıqlandır və biz istədiyimiz ardıcıllıqla yaza bilərik. Məsəl üçün mən salaryni burdan silirəm. Tam ki, birinci görmək istəyirəm. Bu kodu işə salsam, birinci salary, sonra first name, sonra job ID gələcək. Yəni məcbur deyilik ki, cədvəldə yazılan ardıcıllıqla sütununu yazaq. Hansı ardıcılıqla istəyirsə yaza bilərik. Ümumi cədvəldə biz dedik ki, məlumatlar çoxdur. Bunun qarşısını almaq üçün, məsəl üçün, biz cədvəldə müxtəlif şərtlər verə bilərik. Sütuna şərt vermək üçün biz V əmrindən istifadə edirik. Məsəl üçün, bizə salary, first name və job ID lazımdır və bura bir şərt veririk ki, hardakı maaşı 5000 manatdan yuxarı olanlar tutan. O insanların maraqlıdır bizə adı və job ID-si. Burada yazırıq ki, hardakı V əmrindən istifadə edirik. Salary, məsələn, bölgü 5000. Kodumuzu işə salsaq, biz 5000-dən yuxarı maaş alan əməkdaşların adını, job ID-sini və maaşını görmüş oluruq. Təbii ki, burada cədvəldə məlumatlar nizamsızdır, ona da gələcəm. Ümumiyyətlə, V-nin istifadəsi budur. V koluma, yəni sütuna şərt vermək üçün istifadə olunur. Təbii ki, burada 5000 daxil deyil, çünki mən burada bərabər də yazmamışam. Order by-da da onu görəcəyik ki, daxil deyil. Bura nə yazırıqsa, həmin şərtə əsasən olan məlumatları bizə gətirir. Və məsəl üçün, elə burdan order by izah edeyim ki, tutalım ki, mən burada sırasız görürəm və saya baxsam, burada azdır, düz 58-dən, amma çox məlumat olsa, mən bunu yəni aşağı salıb baxmalıyam ki, necədir. Bunun qarşısını almaq üçün deməli SQL-də order by əmrindən istifadə edirik. Order by əmri məlumatları sıralamaq üçündür, nizamlamaq üçündür və əgər biz order by yazıb heç nə yazmırıqsa, prosta məsələn yazırıq ki, salary, yəni salaryyə görə nizamla. Bu o deməkdir ki, salaryni azdan çoxa kimi nizamlayacaq. Bunu belə də yaza bilərik, default olaraq boşluğa qoya bilərik və yaxud da ascending yaza bilərik. A, C, C. Bu formada yazılır. Yazsaq da eynidir, yazmasaq da eyni datanı qaytarır. Yəni azdan çoxa doğru. Əgər biz bu kodu işə salsaq, görərik ki, məlumatlarımız 5800 maaşdan başladı və ən sonda da səhv eləmirəmsə 24000 bəli maaş bizə göstərir.
Biz bir dənəmi sütun yaza bilərik order by-da? Xeyr, bir neçə sütun yaza bilərik. Məsələn, salariyə görə ascending eləsin, yəni salarini azdan çoxa tutalım ki, bizə göstərsin job ID-ni. Tam ki descending. Descending nədir? Çoxdan aza. Birinci salary sütununu azdan çoxa doğru bizə gətirəcək. Daha sonrası job ID. Əgər eyni salary alan varsa, həmin şəxslərdən job ID-si descending, yəni son hərflə başlayan yuxarıda olacaq, ilk hərflərlə başlayansa aşağıda olacaq. Kodu işə salsaq, məsəl üçün 6000 maaş alına baxaq. Məsələn, i hərfi yuxarıdadır əslində hərflikdə, m hərfi biraz aşağılardadır. Amma mən burada job ID descending yazdım. Yəni buranı nizamlayır, ondan sonra keçir. Birincini həll edir, sonra ikinci şərtə keçir. Artıq eyni maaş alanlarda descending dediyimə görə birinci M hərfi, yəni axırda gələn, sonradan gələn hərf əvvələ düşür. Öncələrdə olan hərf isə aşağıda əks olunur. Burada eyni maaşdır, ikisi də SA-dır, yəni onlara baxmırıq. Sadəcə olaraq eyni maaş olub. Elə burada da 6500-də S hərfi sonda olan hərfdir əlifbada. Amma H hərfi biraz irəlidədir. Amma mən job ID descending yazdığıma görə birinci job ID sütununda STM məlumatı gəldi. Daha sonra isə HR rep məlumatı gəldi. Ə, Gəldim. Və mən bunu belə də yaza bilərəm. Ascending descendingi məncə başa düşdük. Ascendingi məsəl üçün buradan silirəm. Default olaraq bayaq dediyim kimi yenə də işə salsam, yenə də eyni datanı bizə qaytaracaq. Onu yaza da bilərik, yazmaya da bilərik. Bu belə. Bir də əlavə olaraq onu demək istəyirəm ki, əlavə məlumat kimi, məsəl üçün əgər mən yazıramsa ki, tutam ki, burada salary yazmıram, salaryni yazmışam select-də, order by-da onu yazmıram. Bunu silim. Məsəl üçün burada yazıram 2. Order by 2 nə deməkdir? Select-ə yazdığım ikinci sütun hansıdır? First name sütunudur. İkincinə görə, məsəl üçün nizamlasın. Bunu əgər işə salsam, baxın maaşlar yenə necə oldu, yazıldı. Amma bu dəfə first name-ə görə nizamlama apardı. Default olaraq heç nə yazmamışam. Ascending olduğuna görə A hərfindən başladı. 2-dən sonra bir dənə descending yazsam, yenə first name sütununa görə əlifbanın son hərfindən başlayaraq ilk hərflərə doğru məlumatı bizə göstərəcək. Yəni order by-da bu qədər. Həm sütun adı yaza bilərik, həm də select-dəki nömrəyə görə, yəni birincinə görə, ikincinə görə, üçüncünə görə nə qədər select-də sütun varsa, sütun adını yazmaq istəmiriksə, rəqəmlə də göstərə bilərik ki, ikincinə görə nizamlasın, birincinə görə hər iki yazılış mümkündür. Bir də or and məntiqinə baxaq. Or məntiqi SQL-də belədir ki, bunu belə başa salacağam. Biz bir neçə şərti yoxlaya bilərik. Sadəcə izah üçün 2 şərt üzərində göstərəcəm. Əgər mənim yazdığım birinci şərt mövcuddursa, məsəl üçün William adında şəxs burada var. Mən görürəm ki, var. Birinci sələf true-dursa əgər 2 dənə şərt yoxlayıram, elə bil. True or ikinci tərəfdə, məsələn, adı V hərfi ilə başlayır, yəni William və yaxud da hərfi sözü ilə başlayır və job aidsə SA repsə. Yəni ikinci tərəfdə cədvəldə bu data varsa, true-dursa, bu zaman biz or məntiqi ilə işləsək, bir də true qaytaracaq. Yəni ki, mövcud dataları burada birinci hissədə nə qədər data var, plus ikinci hissədə nə qədər data var, ödənən. Onların hamısını birlikdə bizə qaytaracaq. Məsələn, birinci məntiqlə William adda məsələn, tutan burada 2 nəfər var. SRF adında job aidsi olan tam 5 nəfər var. Bizə 7 dənə məlumat onu cəmləşdirib qaytaracaq. Əgər birinci hissədə məlumat yoxdursa, yəni false-dursa, tutalım ki, mən indi göstərəcəm. Burada olmayan adam adını daxil eləyəcəm. Yəni o mövcud deyil, boşluqdur, yoxdur. Onda yəni false, yəni ki, o bizə error qaytarmayacaq, sadəcə yoxdur deyə boş olacaq, yəni boşluq. Birinci tərəf əgər şərti ödəmirsə, false-dursa, ikinci tərəf true-dursa,
Birinci tərəfdəki məlumat olmasa da bizə true qaytaracaq. Yəni 2 dənə ad yoxdur, amma 5 dənə job ID var tutalım ki. Onda bizə 5 qaytaracaq. Əlindən nədirsə onu qaytaracaq. Və yaxud da tərsinə. Birinci tərəf şərti ödəyir, ikinci tərəf şərti ödəmir. Birinci tərəf true, ikinci tərəf false. Bu zamanda true qaytaracaq. Çünki əlimizdə onsuz da true məlumatı var, yəni ödənən məlumat var. Bir də var false false. Heç bir məlumat ödəmir. Bu zaman false qaytaracaq. Yəni boşluq, heç bir tərəfin məlumatı ödənməyəcək. Gəlin indi cədvəlimizə baxaq, buna uyğun bir data yazmağa çalışaq. Məsəl üçün, eee, Susan adında ad olacaq. Gəlin kodumuzu yazaq. Select ulduz from HR.employees hardakı cədvəlin, çağırandan sonra yazırıq biz B şərtini. Hardakı first name bərabərdir Susan. Biz görürük ki, Susan şərti ödənilir, amma cədvəldə necə varsa onu o formada yazırıq. Or, eee, maaşı da 2600 yazıram. Başqasının maaşı da məsələn Susan burada alır 6500, amma mən başqasının maaşını yazıram. Salary bərabərdir 2600. Fakt 2600 maaş alan da var, Susan adında şəxs də var. Yəni hər iki tərəfin məlumatı ödənildi. Bu zaman bizə Susanın məlumatını qaytarır birinci tərəf olaraq və gedir ikinci tərəfə baxır ki, 4 nəfər də 2600 maaş alır. Mən onu da gətirməliyəm. Axı burada or məntiqidir. Yəni true məntiqi. Ona görə onu cəmləşdirib bizə qaytarır. Əgər birinci tərəf false olsa, məsələn, Anna adında adam yoxdur burada. İkinci tərəf 2600 maaş alsa, burada ancaq 2600 maaş alanları gətirəcək. Yəni bizə error qaytarmayacaq. Annanın da olub-olmadığını, yəni bunu yarımçıq run eləyərək baxa bilirik ki, məlumat yoxdur. Bu o demək deyil false-dur. Yəni məlumat yoxdur, boşluqdur. Amma 2600 maaş alan 4 nəfər var. Onda 2600 maaş alanların məlumatlarını bizə qaytaracaq. Və yaxud da adı Susan olsun. Burada maaş 2400-dən 24000-dən çox yoxdur. Məsələn, 26000-də maaş olsun. Birinci tərəf truedur, ikinci tərəf false-dur. Yenə də bizə Susanın məlumatını qaytaracaq, amma maaş 26000 olmadığına görə onu qaytarmayacaq. Bir də false məntiqi ilə gedək. Məsələn, adı bunu belə eləyək. Anna dedik yoxdur. Salarisi 26000 olan yoxdur. Bu zaman isə bizə heç nə qaytarmayacaq. Boşluq qaytaracaq. Üzr istəyirəm, burada true yazmışam, bu false olmalı. False bizə false qaytaracaq. Yəni cədvəldə məlumat yoxdur. Cədvəlimizdən employees hardakı salary yox. Cədvəli mən göstərim order by salary. Descending, yəni biz görək ki, nəyə əsasən yazmışıq. Burada salaryyə baxanda biz bilək ki, bizim 24000-dən çox olan maaşımız yoxdur. Anna adında adam da yoxdur. Onu da necə bilə bilərik? Select ulduz from HR.employees hardakı first name bərabərdir Anna. Bunları edəndə görürük ki, belə bir məlumat yoxdur. Yəni məlumatın olmaması bizə error qaytarmır, sadəcə yoxdur deyə boşluq qaytaracaq. And məntiqində isə biraz fərqlidir. Əgər bizim birinci tərəfimizin şərti true'dursa, yəni mövcuddur cədvəldə, ikinci tərəf true'dursa, hər iki tərəf ödənirsə, bizə true şərti qaytaracaq. Birinci tərəf də ödənməlidir, ikinci tərəf də ödənməlidir. Əgər birinci tərəf mövcud deyilsə, false və
İkinci tərəf trudsa, birinci tərəf məlumatı yoxdur, amma ikinci tərəfdə bizə məlumat var. Məsələn, birinci tərəfdə Anna yoxdur, amma maaş alan 2600 maaş alan var. Biz or məntiqində gördük ki, datanı bizə gətirdi, Anna olmasa da. Amma end məntiqində əgər tərəflərdən biri false-dusa, o zaman bizə false gətirəcək. Yəni olan məlumatı qaytarmayacaq. Yenə də true tərsinə and false. Yenə də false olduğuna görə məlumat olsa da bizə false, yəni boşluq qaytaracaq. Belə bir məlumat tapılmadı deyəcək. Təbii ki, false and false da bizə false gətirmiş olacaq. Yuxarıdakı izahlarla baxaq. Select ulduz from HR.employees hardakı first name bərabərdir. Yuxarıdan yazıram. Susan. Susanı gördük var və and yazıram. Salary bərabərdir 2600. Mən gördüm ki, Susan adı da var. Salarisi 2600 olan da var. Amma burada məlumat gətirmədi. Niyə? Çünki Susan 2600 maaş almır. Adı həm Susan olmalıdır, həm də maaşı 2600 olmalıdır. Bunu yarımçıq run eləyək. Susan alır 6500. Mən bura 6500 yazsam, hər iki tərəfin şərti ödənsə, mənə gətirəcək bu məlumatı. Çünki həm adı Susandır, həm də salarisi 2600-dür. Bu ödəndi. Bu birinci şərt. Daha sonra burada deməli false və truedan danışırıq. False, yəni Anna yazaq bura. Anna adı yox idi, amma maaş 6500 var idi. Bu halda da bizə false gətirəcək. 6500 maaş alan da olsa, sırf adı Anna olmalıdır. Maaşı 6500, hər iki şərt ödənməlidir. Və yaxud da birinci tərəf true, Susan, ikinci tərəf false. Burada üçüncü yazdığıma baxıram. Dedik ki, 24 mindən çox maaş alan yoxdur. Bura yazıram 26.000. Susan var idi, amma 26.000 yox idi əslində. Yenə də gətirmədi. Çünki həm Susan şərti ödənməlidir, həm də maaş Susanın aldığı maaş olmalıdır cədvəldə. Bir də son olaraq false and false məntiqi, yəni heç birini ödəmir. Anna adında adam yoxdur. Maaşı da 26.000-dən çox yoxdur. Bu da yəni hər iki tərəf ödənmədiyinə görə false, yəni boşluq, heç bir datanı bizə göstərməyəcək. Bugünkü dərsimiz bu qədərdir. Hər hansı sualınız varsa, kommentlərdə yaza bilərsiniz. Həmçinin komment hissəsində Instagram linkini də əlavə eləyəcəm. Orada da gündəlik dərslərlə bağlı müxtəlif izahlar, paylaşımlar olur. Ona da nəzər sala bilərsiniz. Sağ olun, hər kəsə uğurlar.